insanlar bax bu ruhi cəhətdən çox yüklənmişdilər, tükənmişdilər son dövrlərdə. Buradan çıxış yolu axtarırlar ki, ruhi sağlamlıq, ruhi səbatlılıq, rahatlılıq, huzur tapmaq. Bax, sizin də bir bu praktikada bir maraqlı məqamlar var ki, mən baxdım, şərhlərdə də yazmışdılar. Bu praktikadan sonra insanlar özlərini ruhən xeyli gəncləşmiş hesab edirlər, cavanlaşmış. Bu necə praktikadır? Bax, bunu nə cür eləyirsiniz? Biz eksperiment apardıq bu sahədə. Hep ki, Azərbaycan xalqında bir tənbəllik deyilən bir şey var. Bəlkə də bütün dünyada var. Mən bu coğrafiyada yaşıyorum deyə, burada şahidəm buna. Elə biri mən özüm də tənbələm. Deyirəm, 6-da durub yoga edəcəm, bir də baxıram 7-dir. Məcbur özümü qaldıram. Deyirəm, 10-da yatacam ki, təbiətlə harmoniyada olub, 11-in yarısıları yatmamışam. Biraz bu disiplina, rejimə şey var da, biz öyrəşməmişik. Deməli, sual nə idi? Əsas bax, ruhi sağlamlaşma və gəncləşmə, ruhi yaşının gənc saxlanması deyək ki. Hə, vaxtilə bizi o Anunnakilər deyilən bir varlıqlar var. Onlar dalğa ilə telepatik olaraq bizim DNK-mızı dəyişdirmişdir. Yəni bizim icazəmiz olmuşdu ona. O deyir, Allah deyir, biz yaratdıq, biz o bizlər kimdir? Onun əlləri, qolları, vasitəçilər vardı. Özü gəlib forma alıb sənin nəsə bir şey eləməli deyir ki, işçilər var, onlar eləyir, bu icazə verir, bu öyrədir onları da cür eləmək. Bir sözlə, daha yüksək sivilizasiyalar, onlardan biri bizim bu DNK-mızı dəyişdirmişdi. Orada bizim DNK-nın üstündə 2 dənə maqnit sahəsi var. Ümumiyyətlə, bütün kainat maqnit sahəsinin üzərində qurulub. İndi yer kürəsinin maqnit sahəsi dəyişir, insanlar yuxularını qaçırdır, yaddaş pozulur və s. Balansda yaşayır. Bizə də təsir verir, iqlim dəyişilir. Çox şey o maqnit sahəsi. Ona ilahi dildə sevgi deyirlər. Yəni, o deyir, atom nüvə fırlanır. Ona orada saxlayan qüvvə nədir? Sevgi də. Mənfi, müsbət, onlar hamısı bir-birini cəlb eləyir. Elmi dildə də maqnit sahəsidir o. Bax, bizdə o 2 dənə maqnit sahəsi var DNK-nın üzərində. Biri mənəvi tərəfi cavab verir, bir də bioloji tərəfə. Biz o təlimdə o bioloji tərəf ki var, o qocalma cavab etdi, onu dəyişirik o proqrama. Yəni artıq sən qocalmırsan. Qocalma genlərin proqramını dəyişdirir. Bəli, orada o maqnit sahəsini dəyişdirir, proqram elə bir ki, zavodskoy ayarlar deyirlər, fabrik ayarlar. O fabrik ayarlarını sən yenidən qurursan, artıq nə oyunda açılsa o telefonun başına, restart eləyəndə o şeyə qayıdacaq, fabrik ayarlarına. Bax, belə bir şeydir. Bizim ixtiyar sahibi də ruhu yaradanlıq da biz. Bizdə o tərəfə kim var ki? Yəni bu imkanlar var, sadəcə metodikalar var, praktikalar var. Metodikasını verdiyi, üzr istəyirəm, orada deməli bir neçə qrup insan vardı, 20-30 nəfər. Dedim, onu 3 ay eləyib. Birinci 2 ayda o hüceyrə səviyyəsində iş gedir. Fiziki görsənmir. Amma sənin motorikan, baxışın, davranışın, hərəkətlər dəyişilir istər-istəməz. Yeni bir sistemə keçirsən. 3-cü ayda başlayıb üzdə baş verməyə. Cəmi cümlətən onun bir nəfər 2 ay eləyə bilmişdi, səbir çatmış. Cəmi bircə dəqiqədir. Gün ərzində bircə dəqiqə vaxt ayırmalısan. O bir dəqiqəni yiyib, onlar tənbəllik elədilər. Bir hissədə ki, mən deyir, 2 həftə oldu, gücüm çatdı. Göyə ki, çətin bir şeymiş də. Beynində bir şey var, onu fikirləşsən, o da proqram verilib, nə olacaq? Hə, sonra nəsə yaxşı idi, amma qaldı. O 2 ay elində dedi ki, mən deyir, valla, bir həftədir. Baxıram güzgüyə, deyirəm, ola bilərmi mən cavanlaşım? Yəni, bu necə ola bilər? Bəlkə mən psixoloji deyil, özümə yeritmişəm. Amma deyir, qonşular deyəndə ona, mən deyim, yox, bu ciddidir məsələ. Bu işləyən bir şeydir.